Latın əlifbası ilə nəşr olunan ilk kitabın, üslubiyyata aid ilk dərsliyin, Osmanlı, Özbək, Qazax dillərinin müqayisəli təhlilinə həsr olunmuş ilk fundamental əsərin, Abdulla Qədirlinin Keçmiş Günlər, Yaşar Nuri Gündəkinin Çalı Quşu romanının ilk tərcüməçisi və nəhayət, Türk dünyasının ən böyük xəzinəsi, ensiklopediyası, genetik kodu hesab olunan Mahmud Kəşxarinin Divan-ı Lüğat-ı Türk əsərinin Latın qrafikalı Azərbaycan əlifbasına ilk tərcüməsinin müəllifi Xalid Səid Xocayev. Xalid Səid Xocayev 1888-ci ildə Özbəkistanın Daşkənd dairəsi Qoşqurdan kəndində Ruhani ailəsində anadan olub. Atası Ruhani Seyidəli övladlarının da bu sahədə ixtisaslaşmasını istəyir və bu məqsədlə Xalid Seyidi kənddəki Molla məktəbinə göndərir. Molla məktəbini bitirdikdən sonra o təhsilini Daşkənddəki mədrəsədə davam etdirir. Burada Xalid Seyid ərəb fars dillərini, riyaziyyat, xəttatlıq, tarix, ədəbiyyat, məntiq, dini dogmatika, İslam hüququ, Yunan fəlsəfəsi, astrologiya, ritorika, həndəsə, tibb, kimya və digər fənlərə yiyələnir. Hələ mədrəsədə təhsil alarkən İstanbula getmək və təhsilini orada davam etdirmək arzusunda olur. Bu haqda o, sonradan 26 aprel 1934-cü ildə özünün yazdığı tərcümeyi halında xüsusilə bəhs edərək deyir. 1905-ci ildə inqilab baş verdi. Bu inqilabdan doğan və şərqi əhatə edən hərəkat mənə də təsir göstərdi. Məndə belə bir fikir yarandı ki, həyatımı yenidən qurum. Ancaq ətraf mühit mühafizəkar olduğundan Rus təhsil müəssisəsində təhsilimi davam etdirmək mümkün deyildi. Mən də başqa çıxış yolu axtarırdım. O dövrdə Türkistanlılara xarici pasport verilməsi qadağan olunmuşdu. Xalid Səid Xocayev bu səbəblə kəndlərin birində torpaq ölçməklə məşğul olub, qazandığı pulla üzərində adın və tarixin aydın yazılmadığı Çin pasportu alır və bu pasportla valideynlərindən gizli İstanbula gəlir. İstanbula gələrkən səyahətini Misir və Suriyada davam etdirməyi planlaşdırsa da, təsadüfən qəzetdə İstanbul Darülfünun nəznində 2 illik hazırlıq kursları açılması haqqında elan görür və fikrini dəyişərək kursa sınaq imtahanı verərək qəbul olur. Bu hadisə Xalid Səid Xocayevin istintaq qovluğunda biraz fərqli qeyd olunur. 267-62 nömrəli istintaq işinə istinadən o 1911-ci ildə Türkiyəyə gəlmiş, 1911-13-cü illərdə tibb fakültəsində, 1914-15-ci illərdə isə İstanbul Universitetinin Tarix Filologiya fakültəsində təhsil almışdı. Onun özünün qələmə aldığı tərcümeyi halı ilə haqqında ilk və geniş araşdırma aparan Ədəbiyyat qəzetinin redaktoru Azər Turan, tədqiqatçı alim Əli Şamil, Professor Cəlal Qasımovun qeydləri və istintaq sənədlərində bəzi üst-üstə düşməyən məqamlar var. İstintaq sənədlərinə istinadən Xalid Səid Xocayev 1918-ci ildə Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam ordusu ilə Şuba və Məxsusa təşkilatının əməkdaşı kimi Azərbaycana gəlir. Bakı azad olunduqdan, Türk ordusu Azərbaycandan çıxarıldıqdan sonra Xalid Səid Xocayev Özbəkistana qayıtmalı olur. Qızı Bəhicə xanım isə Ədəbiyyat qəzetinə verdiyi müsahibədə Xalid Səid Xocayevin Azərbaycana gəlişini belə izah edir. Atam demişdi ki, o vaxt Nuru Paşanın əskərlərinə qoşulub gəlməkdən başqa yolu yox idi. Çünki universiteti bitirsə də Türkiyədə onun nə pasportu, nə də digər hər hansı bir sənədi vardı. 1920-1922-ci illərdə Daşkənddə pedaqoji fəaliyyətlə məşğul olan Xalid Səid Xocayev Yeni əlifba yollarında əski xatirə və duyğular əsərində qeyd edir ki, pedaqoji fəaliyyətlə yanaşı əlifbanın dəyişdirilməsi və imla məsələləri ilə bağlı ziyalılar arasında təbliğat aparır, yeni əlifbanın qəbul edilməsini vacib sayırdı. 1922-ci ildə yenidən Bakıya qayıdan Xalid Səid öz qeydlərində bunu
Özbəkistanda əlverişsiz iqlim şəraiti ilə əlaqələndirsə də, bu məqam istintaq sənədlərində yenə fərqli əsaslandırılır. 1922-ci ildə Xalid Səid bir müddət Özbəkistanın daimi nümayəndəliyinin yataqxanasının müdiri, sonra isə müxtəlif zamanlarda Qusar, Balaxanı, Azərbaycan Dövlət Universiteti, Azərbaycan Pedaqoji İnstitutunda ərəb, fars dilləri və ədəbiyyatını, eləcə də üslubiyyat fənnini tədris edir. Yeni Əlifba Komitəsinin fəallarından olan Xalid Səid Xocayev 1924-cü ildə Səməd bəy Ağamalı oğlunun rəhbərliyi ilə yaradılmış nümayəndə heyətinin tərkibində Daşkənd, Krım, Simferopol, Orenburg, Ufa, Kazan və başqa şəhərlərdə yeni əlifbə tərəfdarları və əleyhidarları ilə keçirilən görüşlərdə yaxından iştirak edir. Azərbaycan Məktəbi jurnalında Səmərqənd Dövlət Universitetinin professoru Səxavət Ovciyev yazır. Bütün çətinliklərə baxmayaraq, Xalid Səid Xocayevin səyləri nəticəsində belə qərar qəbul edilir ki, 1926-cı ilin avqustun 15-nə kimi Özbəkistanda 2000 ibtidai məktəb yeni əlifba ilə savadlanacaq. Bu dövr üçün bu çox böyük addım idi. Xalid Səid Xocayev 1926-cı ildə Bakıda keçirilən 1-ci Türkiyoloji qurultayın da fəal iştirakçılarından olub. Hətta qurultayda iştirak edən alimlərə tədbirdən sonra evində ziyafət də verib. Orta və ali təhsil müəssisələrində pedaqoji fəaliyyətindən sonra SSR Elmlər Akademiyasının Azərbaycan filialında müqavilə ilə lüğətçilik işləri ilə məşğul olmağa başlayır. 26 mart 1934-cü ildə 16 illik fəaliyyətinə mükafat olaraq Akademiyanın əsas işçiləri sırasına daxil olmaq istəyi ilə bağlı ərizə ilə müraciət edir. 14 aprel 1934-cü ildə Vəli Xuluflunun göstərişi ilə 1-ci dərəcəli elmi işçi vəzifəsinə təsdiq olunur. O, Osmanlı, Özbək, Qazaq dillərinin müqayisəli sərfi, yeni əlifba yollarında əski xatirə və duyğularım, Abdullah Tağızadə ilə həmməlif olduğu müxtəsər üslubiyyat, Azərbaycan məktəbi üçün rus dili, müfəssəl sintaksiz, Cığatay ədəbiyyatından mühazirələr, Türkistan tarixinin qısa icmalı, Türk ədəbiyyatı nəzəriyyəsi, İran dillərinin qrammatikası, üslubiyyat nəzəriyyəsi, Orxan kitabələrinin izahlı tədqiqi, Mahmud Kəşğarinin tarixi əsərləri əsasında hazırlanmış Türk dillərinin tarixi qrammatikası, Mahmud Kəşğarinin divan mətninin izahlı elmi tərcüməsi adlı ümumilikdə 14 əsərin müəllifidir. 1935-ci ildə professor Bəkir Çobanzadə Xalid Səidin elmi fəaliyyətini yüksək qiymətləndirərək ona heç bir dissertasiya işi müdafiə etmədən elmi dərəcə adı verilməsi təşəbbüsü ilə çıxış edir. İstər pedaqoji, istərsə də elmi fəaliyyəti, xüsusilə türkiyologiya sahəsində tədqiqatları, əlifba islahatları, ortaq türk ədəbi dili ideyası onun əksinqilabi Pantürkist Millətçi Təşkilatının üzvü kimi Sovet təhlükəsizlik orqanlarının diqqətini çəkməsinə səbəb olur. Və 1937-ci il iyunun 3-dən 4-nə keçən gecə General Sumbatovun qərarı ilə Azərbaycan SSR Cinayət Məcəlləsinin 63, 72, 73-cü maddələri ilə ittiham edilərək Bakı şəhəri, Qasım İsmailov küçəsi, ev 12, mənzil 3-dəki evində həbs olunur. Həmin gecə onunla birgə Hüseyn Cavid, Əhməd Cavad, Mükəl Müşfiq, Hacı Kərim Şanlı da həbs olunur. Mən demək istəyirəm ki, 3 iyun Azərbaycan xalqının bir qanlı səhifələrindən biri. Niyə? Çünki həmin günü, bax bugünkü gün, çox adamlar evindən didərgin düşdü. Şairlərimiz, alimlərimiz, Müşfiq, Əhməd Cavad, bunlar hamısı iyun üçündə. Çünki bu NKVD-nin təzə bir qanunu çıxmışdı. İşgəncələri
daha da bərkitmək. Bunlar o günü getdilər, o işgəncələrin qurbanları oldular. Amma ki, nə olsun, bax, bu yer ki var, bax, bu tin ki var, çəkilməli. Bu onun addımlarının atdığı axırıncı addımları budur. Bax, burada, bu tində qara Volqa, onun uddu. Volqa dövdü, Emnacini. Mənə, anama icazə vermədilər, mənə icazə verdilər. Uşaq idim, götürəm. Uşaq gəldi. Mən onu baxdım, ötürdüm, bu tində içirdim. Xalid Səid Xocayev iyunun 6-sında birinci, iyunun 21-də isə ikinci istintaq dindirilməsinə cəlb olunur. Birinci dindirilmə zamanı bütün ittihamları rədd etsə də, sonradan ağır əzab və işgəncələrə tab gətirməyərək ittihamları qəbul etməyə məcbur olur. İttihamlar arasında tərcümə etdiyi Mahmud Kəşğarinin Divan-ı Lüğat-ı Türk əsərində pantürkist təbliğatı aparması da vardı. 1937-ci il oktyabrın 12-sində SSR Ali Məhkəməsi Hərbi Kollegiyasının səyyar sessiyasının saat 15:10-da başlayan və 15:25-də bitən Bakı məhkəmə iclasında heç bir şahid və ittihamçı olmadan bütün əmlaki müsadirə olunmaqla ən ağır cəzaya, güllələnməyə məhkum edilir. Bir gün sonra 13 oktyabr 1937-ci ildə isə Nargin adasında hökm yerinə yetirilir. Həbs olunarkən evində səhərə kimi aparılan axtarış zamanı müsadirə edilən 3 çamadan əlyazma, kitab, sənəd və digər əşyaları isə istintaq üçün əhəmiyyət kəsb etmədiyindən məhv edilir. Xalid Səid Xocayev güllələndiyi gün həyat yoldaşı Sara Xocayeva 8 il müddətinə həbs edilməklə Qazaxıstana, Akmolinskiyə sürgün edilir. Sara Xocayeva 1902-ci ildə Lənkəranın Gerdəni kəndində anadan olub. O, tanınmış Talışinskilər nəslindən olan Mir Əbülfət xanın oğlu Mirzə xan ilə General Səməd bəy Mehmandarovun bacısı Məryəm Mehmandarovanın qızı olub. 5 qardaş, 6 bacı idilər. Nəsil çox böyükdür, indi də o nəsil davam edir. Amma bu bacısını o istəyirdi, bacısı ilə dostuydu. Sonra da bacısının qızı, yəni mənim anamla da biz o çox yaxın idi. Həm biz bir küçədə olurduq, həm də ki mənim atamla da onun belə təması var idi. Ona görə Səməd bəy çox zaman bizim evimizə də gələrdi. Sonra bəzən küçədə də onu gördüyüm yadımda, xatırımdadır. Sara xanım 1924-cü ildə Xalid Səid Xocayev ilə ailə qurur və bu izdivacdan 1925-ci ildə qızları Bəhicə Xocayeva dünyaya gəlir. 1930-cu ildən aktiv ictimai fəaliyyətlə məşğul olan Sara Xocayeva 1932-ci ildə Şamiyan rayonu Krupskaya adına klubun direktoru, 1934-cü ildə Orconikidze adına mədəniyyət evində direktor müavini vəzifələrində işləyir. 1935-ci ildə isə Neftçilərin 2 illik həmkarlar məktəbində təhsil alaraq 1937-ci ildə Şamiyan rayonuna işə təyin olunur. İşə təyin olunsa da vaxtsız həbs və istintaq prosesi hər şeyi yarımçıq qoyur. 15 may 1941-ci ildə Stalinin ev ünvanını yazdırdığı şikayət məktubundan sonra onu mayın 28-də həbsdən azad edirlər. Lakin həbsdən azad olunduqdan sonra Bakı şəhərində yaşamaq qadağan olunduğundan 12 il ərzində müxtəlif rayonlarda qohum və yaxınlarının yanında yaşamağa məcbur olur. 1955-ci ildən etibarən Xalid Səid Xocayevin işinə yenidən baxılması, müsadirə edilmiş mənzil və əşyaların qaytarılması məqsədi ilə müxtəlif yüksək instansiyalara çoxsaylı məktub ünvanlayır. Bu müraciətlərin nəticəsi olaraq 3 fevral 1956-cı ildə Sara xanıma, 16 may 1957-ci ildə isə Xalid Səid Xocayeva bəraət verilir. Gec də olsa ədaləti bərpa edən Sara Xocayeva 1975-ci ildə beyin xərçəngindən vəfat edir. Xalid Səid Xocayev və Sara Xocayeva həbs olunarkən qızları Bəhicənin 12 yaşı vardı. Bəhicə işıqlı deməkdir.
İllər sonra Ədəbiyyat qəzetinin redaktoru Azər Turan ilə müsahibəsində ona bu adı Türkiyəli alim İsmail Hikmətin qoyduğunu qeyd edir. Xalid Səid qızını alman dili mütəxəssisi görmək istədiyi üçün ona alman kökənli dayə tutur. Sonra isə Bakıdakı alman dili məktəbinə göndərir. 5 il bu məktəbdə təhsil aldıqdan sonra təhsilini 18 saylı Bakı Rus məktəbində davam etdirir. Anası Sara xanımın həbsindən sonra Bəyicə xanım xalası Azərbaycanın əməkdar artisti, muğam ustadı Cahan Talışinskayanın himayəsində böyüyür. Məktəbi bitirdikdən sonra Azərbaycan Xarici Dillər İnstitutunun İngilis dili fakültəsinə qəbul olur. Pedaqoji fəaliyyətinə isə 132 nömrəli Bakı məktəbində İngilis dili dərslərini tədris etməklə başlayır. 1954-cü ildə onunla eyni məktəbdə işləyən görkəmli folklorşünas alim Məmməd Hüseyn Təhmasibin həyat yoldaşı Bilqeyis Məmmədovanın qardaşı Ziya Məmmədovla ailə həyatı qurur. Bu nigahdan 1958-ci ildə Əfruz Məmmədova dünyaya gəlir. Əfruz, işıqlı deməkdir. Tarix elə gətirir ki, Bəyicə xanım da 1961-ci ildən təqaüdə çıxana kimi Azərbaycan Milli Elmlər Akademiyasının Xarici Dillər şöbəsində işləyir. İllər sonra Kanadada məskunlaşan Bəyicə xanım ömrünün sonuna kimi orada yaşayır. Happy birthday, dear Nana. Happy birthday to you. Are you one? Are you two? Are you three? Are you four? Are you five? Are you... This is gonna take a while. Давай. Так, задуваем. Дуй. Загадайте желание. Yansın da. Не, Потом дуй, еще раз дуй, зажжем пока и дуй. сделаем фото. Сильно. Надо Кстати, встать. правильно, да. Birthday to- Плеваться не, да? Ну, можно? Да, да. Давай. Молодец, ура! Молодец. Сейчас еще раз зажгу для То фото. лимон. Bəyicə xanımın yeganə övladı Əfruz Məmmədova orta təhsilini Bülbül adlı musiqi məktəbində, ali təhsilini isə Azərbaycan Dövlət Konservatoriyasında almışdı. Əmək fəaliyyətinə Memarlıq və İncəsənət İnstitutunda başlamış, 1988-ci ildə isə Moskvada namizədlik dissertasiyasını uğurla müdafiə etmişdi. Əfruz xanımın Fəxri adlı bir övladı, Emili və Kamilla adlı 2 nəvəsi var. 85 yaşında anam ailəsiyle Kanada'ya köçtü. Anam Kanada'da da işləməyi dayandırmadı. O çok yaxşı kompüteri bilirdi və atasının əsərlərini Azərbaycan dilindən Rus və İngilis dilinə tərcümə edirdi. Xalid Səidin arxivini qaydaya salırdı. O həmçinin Bakıda fəaliyyət göstərən alimlərlə və jurnalistlərlə əlaqə saxlayırdı. Anam bütün ömrü boyu atasının Divan-ı Lüğət Türk əlyazmasını tapmaq arzusundaydı. O arzusuyla yaşayırdı və bunun baş verəcəyinə həqiqətən də inanırdı. Təəssüf ki, o indi aramızda deyil. Amma nəhayət mən çox xoşbəxtəm ki, anamın arzusu gerçekleşib.